Selam dostlar, yine bir Heyday bölümüne hamınız hoş geldiniz. Bugün bu yani buranı düzenleyəcəydik. Ben çok belə boş yerləri buradan kəsdim videodan. İndi təzədən lazım yerlərə getiririk. Artıq son bölümlərdəyik, artıq son dəqiqələrdəyik ki, yəni buranı artıq tamamilə düzəldək. Yenidən buranı eləmək istədim. Çünkü burada mesela bu tarla yerində çok vaxt getdi. Həm də bu videoda Azərbaycan çəkirəm. Bunu da deyim buradan ilkdən tez. Bu tarla yerində çox vaxt getdi. Belə qarşıda aləm bir-birinə, ona görə də belə qərar aldım. Tez bunları burada vaxt itirmədən edək. Bir dəqiqə. Ehtiyatlıca bunları elədik. Bunların tez indi yerlərini düzəldək. Aha, son bir tane bu arkadakini de aldık. Son 30 tane yerleştireceğimiz kaldı. Bu arada tez bir tanesini yerleştirək, bir tane yok, hərəsindən bir tane yerleştirək. Sonra biz hallederiz. 30 başka bir şey kaldı mı? Depolanan bir. Oha, bunlar yine qalıb. Biz 4 tane ne inəyəcəyik görəsən? Maraqlı gəlir. Neyse, bunda yerleştirək olsun. Bura. Buraya yerleştirdi. Başkası. Aha, at yere. Da bunu da gerek buraya yerleştirdik. Bu ne? Ha, bu keçilər üçün idi. Onda belə olsun. Bu bura gəlsin. Bu keçi yerdə tam olsun. Bura qəşəng olar məncə. Bir dəqiqə. Aha, tam oldu. Bunu da elədik. Sonra 24 tane de ağacımız kaldı. Aha. Bir dəqiqə. Buna tez aldıq. Yavaşça bunu indi belə eləyək. Ki bu fırçayla daha asan olur. Tez bazar olur işimiz. Daha az çətinlik çəkirik. Aha, bunu düzəltdik. Həqiqətən çox önemlidir bunları bir yerində düzmək. Əl falan əsməsin gərək. Bunlar düzmək asan olacaq ağızlara baxaraq. Çünki bunlar tam görsənir. Sırası. Bunları düzəməli qoyaq. Həqiqətən nə qədər çətinlik çəkdiyimi bilmirsiniz hal-hazırda. Mən niyə belə bir işə girişdim desəz, yəni çünki biraz pis görsənirdi. Çox çobuduydu, çiftlik. Yəni dəyişik dayanırdı, ona görə mən də belə bir qərar aldım. Buna biraz sağ tərəf eləyək. Bura. Aha. Bunu da bura. 2 tane qalıb hələ. Buna qalıb, buna da bir tane qalıb. Aha, bunu düzgün yerləşdirdi. Buna qalmayıb, buna qalmayıb, buna da qalmayıb. Aha. Son 2 dənə idi. Yavaşca. Aha. Və bəli, bitdi. Hər şey yerləşdirdik. Təsvirimiz belə görsənir. Çox gözəldir. Yəni heç vaxt belə bir şey etməmişdim. Belə düzenleme etməmişdim. İndi mən bunları sizə açıqlayayım. Bax, bu tərəf tez əkilənlər üçündür, buğday falan üçün. Buraya isə gec əkilənlər üçündür. Və son olaraq da bunu təsdiqləyək. Bir saniyə. Dəqiqə. Belə yenə xəta oldu. Bu heyday bəzən bu təsdiqləmə, değişiklikler önermek istedilen değişiklikleri kaydet. Aha, oldu. Düzləşdirdik, hər şeyi ayarladıq. Artıq super. Axır ki bunda bacarıq. Video kısa oldu. Oldu dediğim kimi. Tez buradan da bəzi şeyler koymuştum. Aha.
balıq hər videoda yəni biz bu balıqlar tutmaq eləməyirik, yoxsa bizim artıq bu video klassikimiz olub. Yəni bunlar eləməyimin səbəbi baxaq görək nadir balıqlar çıxara bilirikmi videolarda. Bəlkə çıxarsaq bəxtimiz üzümüzə gülər videolarda. Videoda maraqlı görüntülər çıxar. Bir də balıq gəlsin bura. Aha, birini tutduq. Anladıq. Mən həmişə bura inanıram. Nədənsə, yəni ki, şəlalə yaxınıdır, yaxşı balıqlar gələ bilər deyə. Doğru çox vaxt. Yəni, təbii ki, fərqi yoxdur, amma mən nətər deyərlər, totem eləyirəm. Çox, aha, bunu da tutdu. Deyəsən, indi balıqdır. Yox, bu tirsi idi. İndi bu, yəni bunu tutmağın yeri varmı görəsən? Qəşə balıq çıxmasa lazım deyil. Bunlar bir dənə də ora. Bir də ki, mən bilirsiniz, onu da indi deyəcəm sizlərə. Buradan tez yeməsək, bir dənə buna, bir dənə də bununla. Mən o 3-cü yer açdım. Burada məndə manzara modu yox, lazım deyil. Nətər çıxır? Aha. Burada düzenleme modunda ikinci tası yox, etkin yox. Etkin olarak verirlər. Keçdik 3-cü tasarımımıza. Yəni bunu belirlədim. Deyil, düzenleme modu ikinci tasarım. Yox, bu lazım deyil. Bu lazımdır. Bu qəşəngdir. Bu daha qəşəng oldu. Belə oldu. Buna belirletdik. Tez bunları aha aldık. Buna göre düzdürmü? Yok, bu düzgün değil. Bunu tez çevirə bilərikmi? Yox, beğenməyək. Ha, üstə basılı tutmalıydıq. Doğru. Bir dənə sonda burada düzgünlük. Aha. Bunları həll etdik. Sonra buradan bu ambar dolu. Yenə bu ambar dolu olur. Niyəsə həmişə ambar dolu olur. Aha, yem eləyəcəkdik biz, doğrudur. Bu toyuq yemini aldıq. Keçi yem eləyək. Bir dənə. İnək yem eləyək. Üçüncü olaraq da toyuq yemi edək, yaxşı olur. Bu kartlar nə deyir? Ücretsiz. Bu köməkçi kişi. 20%. Bunları deyəsən ücretsiz verirlər. Yox. Dəyişdir. Önümüzdeki 12 saat boyunca tohumun kestirmesi 20% daha kısa sürecek. Yok. Zaten bu tohumun bana lazım değil kestirmesi. Diyor. Mesela bu tohum aslında iyiydi. Senin için çağırmış. Biz zevkte gel yapılması gereken daha çok götürgün. Dokunma yeterli falan diyor. Bu çalıştırmak tohum hakikaten iyiydi o zamanlar. Bazen alıyorum. Bazen almıyorum. Neyse. Biz hemen bu ağlı boşaltalım. Bu meyveden daha çok satıyorum. Çok iyi gidiyor. Yani çok hakikaten hızlı satılıyor. Benim de işime yarıyor tabii ki. Sonra buradan bu meyveler hala var vişnenin gelmesine. Evet, bu arada gibi yine Türkçe danıştım. Artık biraz yavaş ötüreceğim çünkü bu videoda biraz tersine çekilen vaxtım yok idi. Vaxt olan da yaxşı videolar gələcək. Əminəm. Yəni bu dəqiqə həqiqətən əlimə düşən satıram. Buradan da reklam verək buna. Reklamını etdik. Mən əslində belə olaraq həm kəsdim, həm də video çəkirəm. Bir səhv olur ya da əlimdə kayıt bağlanır falan. Yəni həqiqətən çox əsəblərim oynadı. Bunu da buradan həll etmiş olduq. Burada pastırma istəyirdi. Hemen bunu da hazırlayaq. Nə qədər vaxtımız var elə? Sata görəsən 10 saatimiz var. Mən bunu çatdıraram. Düşünürəm ki, aha, burada buğday çatmır. Ayda. Bir buğdayımız var. Marketdən buğday tapmalıyıq. Kim buğday satar görəsən? Maraqlı gəlir. Aha, buğday tapdıq tez. Neyi var Allah? Çox sağ ol. Burada həqiqətən o satan bizə çox xeyirlidir. Tez elədi işimizi.
Bundan 2 dənə yumurta. Bax, yenə əsas məsələ. Yumurta satan. Aha, tapdım. Bunlar alınmamış olsun. 9 dənə yumurta. Çox qəşəngdən işimiz rahatlaşır belə. Olanda bəxtdən həqiqətən yox, bu lazım deyil. O yerinə bir dəqiqə çörək pişirə bilərik. Çörək pişsin. Qoy. Məhəllədə görək nə lazımdır. Baqqalla gedə bilərik məhəlləyə. Tez baqqalda o sifarişləri verə qaydaq. Baqqal haydı, buraydı. Aha, yox, bu istəmirdi. Bu sifarişlərini verdik buradan. Ondan sonra yox. Misafirperverliğim falan diyor. Evet, burada da hiç kim yok. Bunları şimdilik göndermeyelim. Lokanta aldık. Ha, buna verdik istediği şeyleri. 2 saat 29 dakika sonra bu da gidecek. Evet, müşteri gelmiş. Ne haberi buna verebilirmişse tabii, al bakalım. Pastamızı da sattık. Evet arkadaşlar, fazla da uzatmayalım videoyu. Bu video bu kadardı. Bir sonraki hediye videolarında devam istiyorsanız kanala abone olun. Yine Türkçe danışdım. Bundan sonraki az video söz verirəm, yaxşı danışdım. Özünüzə çox yaxşı baxın. Hər zaman mənlə olun. Bay bay.